Salam əziz müəllimlər, xoş gördük sizləri. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu günlərim sizə məhz imtahana saatlar qalmış, mövzu ilə bağlı, kurikulumla bağlı bir neçə əsas istiqamət demək istəyirəm. Yəni, heç oxumayanlar, heç baxmayanlar, bu dəqiqə beynində suallar olan ki, hər şeyi qarışdırıram, bu qədər oxuduğum boşaymış, mən heç nəyi bilmirəm, hamısını qarışdıracağam, yaza bilməyəcəm düşünənlər üçün bir neçə əsas istiqaməti da salmaq istəyirəm. Və demək istəyirəm ki, müəllimlər, düşünürsünüzsə ki, heç nəyi bilmirsiniz və yanılırsınız. Bu sizdə imtahana girib suallara baxana qədər belə olacaq. Amma suallara baxdıqdan sonra artıq özünüz görəcəksiniz ki, siz doğrudan da bunları işləyə bilirsiniz. Yəni ona görə özünüzü həyəcanlandırmağa ehtiyac yoxdur. İndi gəlin baxaq əsas çox vaxt itirmədən mənim dediyim əsas nüansların içərisinə. Müəllimlər, mütləq bu 5 mövzu ilə bağlı inteqrasiya, müəllim-şagird, bullying, taksonomiya və situasiya ilə bağlı suallarımız var. Amma mən bunların heç biri ilə bağlı sizə indi söz deməyəcəm. Mən sadəcə sizə bir neçə əsas nüansı yada saxlamaq istəyirəm. Birincisi, yadınızda qalsın. Cümləmizdə rəqabət varsa, kurikulumda rəqabət olmaz. Yanlışdır. Yəni, rəqabət olan cümləni hər zaman yanlış istiqamətə götürürük. İkincisi, şagirdin səhvi nə olursa olsun, şagirdi bütün siniflə hamının yanında danlamaq olmaz. Üçüncüsü, şagirdin ağlamağını, bullyingə məruz qalmağını, təhqirə məruz qalmağını, incidilməsini müəllim göz ardı edə bilməz. Dördüncüsü, müəllim şagirdlə bağlı gizlilikdə əgər həyati bir nüans yoxdursa, polis qarşı biləcək hallar yoxdursa, müəllim bunu gizli saxlamalıdır. Dördüncü, kurikulumda belə bir qayda var ki, artıq valideyn izdasları şagirdin doğrusunu, yanlışını, səhvini, düzünü hamının yanında müqayisə etməyə imkan vermir. Müəllim şagirdlə bağlı gizliliyi digər valideynlərdən qorumalıdır. Aydındırmı? Birincisi oldu rəqabət olmaz. İkincisi oldu səhvi hamının yanında demək olmaz. Üçüncüsü oldu şagirdlə bağlı gizliliyi qorumaq lazımdır. Dördüncüsü isə şagirdin valideyn iclasında səhvini hamının yanında bildirmək olmaz. Dördüncü baxası olduğumuz nüans, dərs müəllim yönümlü yox, şagird yönümlü olmalıdır. Şagird yönümlü, şagirdin arzusunun, istəyinin, marağının nazara alınması, şagirdə söz haqqının, seçim haqqının verilməsi, şagirdin müəllim qədər eyni haqqa sahib olmasından bağlıdır. Dərsi müəllim şagirdin marağı üzərində qurmalıdır. Əvvəlcədən şagirdlərə təlim əsasını bildirməlidir. Müəllim şagirdlərə dərsi interaktiv yolla keçməlidir. Sonra bir də bilməli olduğunuz bir nüans var. Müəllim şagirdlərə hər zaman vətənpərvərliyi təbliğ etməlidir. Şəxsiyyət ünümlülük prinsipi yerində olmalıdır. Bununla bağlı situasiya yoğun suallarımıza rast